Mən müsəlmanam deyib namaz qılmayanların vay halına, vay halına. Əvvəla cəhənnəmli olacaqlar. Allah Subhanahu taala Quranda deyir: "Məsələkəkum fis-səqar, qalu lem nekum minel musallin." Onlardan soruşacaqlar: "Cəhənnəmə niyə düşmüsünüz?" Deyəcəklər: "Biz namaz qılmırdıq." Bu bir. İkincisi, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir: "İlk soruşulacaq namaz olacaq. Yoxdursa, o bir əməllərə baxılmayacaq. Cəhənnəmli olacaq." Və hətta namaz qılanlara Allah Subhanahu taala deyir ki: "Fəvailul lil-musallin, ellezînehum an salatihim sâhun, ellezînehum yurâun." Vay namaz qılanların alına. Baxın ha, namaz qılmayanların gör halına olacaq. Vay namaz qılanların alına. O namaz qılanlar ki, namazı necə gəldi qılır? Səhlənkar. Və yaxud da özünü göstərir, riyakarcasına. Allah üçün yox, kiminsə xatirinə qılır o namazı. Rasulullah sallallahu aleyhi ve sellem namazı hər şeydən çox sevirdi. Ölüm yatağındadır, yarım saatdan sonra vəfat edəcək. Pərdəni çəkir, ümmətinə əs-salə, əs-salə deyə son vəsiyyətini edir. Namazınıza diqqət edin, namazınıza. Nə oruc, nə zəkat, nə həc, bunu yox, xüsusilə namazı qeyd edir. 3 gün ölüm yatağında qalır. Biz biraz ağrıyanda elə uzanıqlı halda namaz qılırıq ki, ağrıyıram. Amma Rasulullah s.ə.v ölüm yatağındadır, tərpənə bilmir. Sahabəsini çağırır, 2 sahabəsini, Əli və Abbas radiyallahu anh. Hərəsi bir qoluna girir və onu cəmaat namazına aparır. Ayaqlarını yerə qoya bilmir, ayaqlarını sürütdüyür yerinə. Amma gedir cəmaatla namazını qılır. Göstərmək üçün ki, namaz hər şeydən mənim üçün sevimlidir, əzizdir. Gözümün ağı qarasıdır.